Aha, gəlin müəllimlər, yeni mövzunun izahatını verəcəm sizə. Çox gözəl bir mövzudur. Yeni mövzumuz ümumi təhsilin dövlət standartlarıdır. Və ilk gün ümumi təhsilin dövlət standartlarıdır. Belə deyim müəllimlər, hər bir sahə üzrə müəyyən olunmuş standartlar var. Eləcə də ümumi təhsilinə dair də standartlar müəyyənləşmişdir. Bu standartlar hansılardır? Ümumi təhsilin məzmunudur, ümumi təhsilin idarə olunmasıdır, ümumi təhsilin maddi-texniki bazasıdır, infrastrukturudur, pedaqoji tələblərdir, səriştələrdir və digərləridir. Burada mən sizə əsasən həm MİQ, həm sertifikasiya imtahanına düşəcək, ilk öncə pedaqoji tələblərdən danışmaq istəyirəm. Yəni, yorum vaxtınıza salın. İstəmirəm ki, əvvəllərdən danışıb sizi yorum. İlk öncə ilə axırdan pedaqoji tələblərdən başlayacağım. Baxın, müəllimlər, pedaqoji tələbin 9 prinsipi var. Bunların adını çəkəcəm. Sonra sizə onlar haqqında ayrı-ayrılıqda bir-bir izahat verəcəm. Deməli, hansı prinsipləri var? Deyirik, pedaqoji prosesin tamlığı, təhsildə bərabər imkanların yaradılması, şəxsiyyət yönümlülük, şagird yönümlülük, inkişaf yönümlülük, fəaliyyətin stimullaşdırılması, dəstəkləyici mühitin yaradılması, inklusivlik, məktəb, valideyn əlaqələrinin tənzimlənməsi. Sizə çox gələ bilər, amma çox sadədir. Hər birinin açıqlamasını verəndən sonra sizə çox rahat və sadə gələcək. Yaxşı, Şəbbə müəllimə, ekran kaydını aparıram, göndərərəm. Qrupa göndərəcəm, narahat olmayın. Deməli, gəlin ilk öncə pedaqoji prosesin tamlığından. Adından göründüyü kimi, pedaqoji proses tam olmalıdır. Yəni, müəllim tədris prosesini tam həyata keçirməlidir. Yəni, həm öyrədici olmalıdır onun dərsi, həm tərbiyə edici, həm inkişaf etdirici olmalıdır. Bunun birini eləyib, birini eləməyəndə onda tamlıq pozulmuş olur. Misal üçün, gəlin nümunə gətirək. Bax, kimya müəllimidir. Kimya müəllimi, məsələn, suyun olsun, oksigenin olsun, məsələn, terminlərini yazdırır, düsturunu yazdırır. Amma bu sudur, oksigendir. Bunun real həyatda, insanların həyatında nə kimi bir rol oynadığı haqqında onun tərbiyə edici hissəsini aşılamır. Bax, öyrədici hissəsini aşılır. Suyun formulunu yaz, oksigenin taki formulunu yaz, deyir. Amma bunun tərbiyə edici xüsusiyyətini aşılamır. Ona görə, məsələn, sual düşə bilər. Burada müəllim hansı prinsipi pozub? Deyirik ki, pedaqoji prosesin tamlığı prinsipini pozmuş olur. Və yaxud da başqa nə nümunə? Məsələn, mən tarix müəllimiyim. Dünya müharibəsini keçirəm. Dünya müharibəsinə qoşulan dövlətlərdən danışıram, döyüşdə olan müharibələrdən danışıram. Yəni, bütün öyrədici hissəsini şagirdə çatdırıram. Amma bu dünya müharibələrinin insanların həyatına, yaşayışına nə kimi təsiri haqqında şagirdlərə tərbiyə edici aşılamıram heç nə. Bu zaman mən pedaqoji prosesin tamlığını pozuram. Çünki birini deyib, birini demirəm. Mənim dərsim, tədris etdiyim dərs öyrədici yanaşı tərbiyə edici və inkişaf etdirici olmalıdır. Ona görə tamlıq deyirik. Və tamlıq da budur. Tamlıq aydın oldu müəllimlər. Bəli. Aha. Hər biriniz səsinizi açın. Bir-bir soruşacağım. İzahatını verib hər birinizdən soruşacağım. Qaranlıq nə qalsa, buyurun, sual verin, yenidən izahatını verəcəm. Kim var burada? Kəmalə müəllimə, qulaq asırdınız. Bu tamlıqla bağlı, yəni, məsələn, qaranlıq qalmadı ki. Kəmalə müəllimə? Bəli, qulaq asırdım. Aha, yaxşı. Sonra kim var burada? Həbbə müəllimə çıxdı, Leyla müəllimə başa düşdü. İbrahim müəllim? Bəli, müəllimə başa düşdüm. Əla, Tural müəllim? Bəli, müəllimə başa düşdüm. Aha, sonra Səyyad müəllim? Müəllimə, Səyal müəllim yazıb var. Yüksəsini keçdirməyəcək, onun dərinin bəlkə ola bilsin o şey basılıb mikrofon. Hə, onlar yəqin. Sonra, yaxşı. İlmi müəllim, siz başa düşdünüz? Bəli. Əla, sonra Nərmin müəllimə? Sonra kim var burada? Aha, əla. Sonra Sevda müəllimə? Bəli. Aha, əla. Deməli, bu tamlıq. Tamlıq budur. Elə bundan ibarətdir. Sonra nə gəlirik? Təhsildə bərabər imkanların yaradılmasına gəlirik.
Hə, təhsildə səyahət müəllimi başa salır, zəhmət olmasa müəllim, o da iştirak edə bilsin. Təhsildə bərabər imkanların yaradılmasına gəldik. Bu nə deməkdir? Yəni təhsil sistemində bütün şəraiti şagirdlər üçün bərabər yaratmalıyıq. Bax, burada deyir ki, təhsil müəssisəsinin infrastrukturudur, sonra burada nə, şagirdlərin meyil, maraq, potensial imkanlarıdır. Bunlar hamısı bərabər imkanlarda nəzərə alınır. İndi gəlin aydınlıq gətirin buna. Baxın, elə bir ki, üzr istəyirəm, idman müəllimləri sizdə çoxunuz. Aha, bax, deyirsiniz ki, uşaqlar, sabah üçün futbol haqqında ətraflı məlumat toplayın gəlin. Futbola marağı olan şagirdlər futbol haqqında daha belə geniş məlumat toplayıb gələcəklər. Amma futbola yox, digər idman sahələrindən var. Məsələn, şahmat ola bilər və digər idman sahələri olar. Marağı olanlar o qədər də belə ətraflı məlumat toplayıb gəlməyəcəklər. Bu zaman siz burada bərabər imkanları pozmuş olursunuz. Bu zaman nə etməlisiniz ki, pozmayasınız? Bu zaman şagirdlərə bir neçə seçim verməlisiniz. Misal üçün, deyirsiniz ki, şagirdlər, məsələn, futbol bir seçim qoyursunuz. Futbol olsun, voleybol olsun, şahmat olsun və yaxud da bir neçə idman növləri haqqında. Deyirsiniz ki, hər kəs özünə maraqlı gələn idman növləri haqqında sabah məlumat toplasın gəlsin. Bu zaman şagirdlər üçün bərabər imkanları təmin etmiş olursunuz. Bu bərabər imkanların içərisinə daxildir. Sonra öyrənmə tərzinin nəzərə alınması var. Bu da bərabər imkanlara aiddir. Bu nə deməkdir? Bəzi şagirdlər eləsi var görərək daha yaxşı yadında qalır. Eləsi var eşidəndə, qulaq asanda daha yaxşı yadında qalır. Eləsi var danışanda yaxşı yadında qalır. Müəllim bunların hər birini nəzərə almalıdır. Hər birini. Bir də var ki, elə müəllimlər başa düşür ki, uşaqlara eyni dərəcədə sual versəm, eyni səviyyədə suallar versəm, mən bərabərliyi təmin eləmiş oluram. Xeyr, bu da bərabərliyi təmin eləmək demək deyil. Niyə? Çünki sinifdə yaxşı oxuyan da var, zəif oxuyan da var, orta oxuyan da var. Əgər sən hamıya çətin suallar versən, bunu məsələn yaxşı oxuyanlar yazacaq, orta və zəif oxuyanlar da artıq lap çətin gələcək, yaza bilməyəcək. Və yaxud da hamıya asan suallar versən, bu zaman yaxşı oxuyanlar üçün sən bərabərliyi pozmuş olursan. Ona görə də suallar hazırlayanda da, suallar verəndə də bərabərliyi təmin etməkdən ötürü səviyyələri nəzərə almaq lazımdır. Həm asan, həm orta, həm çətin suallar hazırlamalıyıq. Bu da bərabərliyə aiddir. Sonra bərabərliyə başqa nə nümunə gətirə bilərəm sizə? Misal üçün, burada kim var? Müəllimlərdən birinin adını çəkim, daha belə diqqətini cəlb eləmiş olur. Məsələn, Aynur müəllim var. Axşamınız xeyir, xoş gəldiniz Aynur müəllimə. Aynur müəllimə deyir ki, 7-ci sinifə. Siz kitabxanadan, 7-ci sinifə deyir ki, siz gedib kitabxanadan istifadə edə bilərsiniz, amma 8-ci sinif kitabxanadan istifadə eləməz. Niyə? Burada Aynur müəllim hansı prinsipi pozur? Bərabərlik prinsipini. Çünki bərabər yanaşmır. Çünki bir sinifin birinə deyil istifadə eləsin, birinə yox. Və yaxud da Günay müəllimə Dəstəkləyici mühiti də pozulur. Dəstəkləyici mühiti, kim dedi onu? Yox, dəstəkləyici mühitdə deyəcəm necə. Yox, gözləyin, dəstəkləyici mühitdə əsasən infrastruktur çatışmamazlığı olanda, infrastrukturdan bərabər şəkildə istifadə olunması bu bərabər imkanlardadır. Amma infrastrukturda məsələn çatışmamazlığı olanda o dəstəkləyici müddədir. Ora gedəcəm, oranı da vurğulayacağam. İndi hələ bərabər imkanlardan danışırıq. Bax, Günay müəllimə də informatika müəllimədir. Siniflərin bir qisminə deyir ki, 8-ci sinif, siz informatik kompüterlərdən istifadə edə bilərsiniz, amma mən icazə vermirəm ki, 9-cu siniflər gəlsin kompüteri əlin vursun. Burada müəllim bərabər imkanları pozmuş olur. Bu da bizim bərabər imkanlarımız. Bu qədər. Bərabər imkanlarda nəzərə aldıq nə? Hər bir şagirdin seçim veririk, sonra hər bir şagirddən öyrənmə tərzini nəzərə alırıq, sonra suallar hazırlayanda şagirdlərin səviyyəsini nəzərə alırıq, sonra infrastrukturdan hər birinin bərabər şəkildə istifadəsinə təmin edirik. Bunlar hər biri bərabər imkanlara aiddir. Sonra var nə var? Sonra var bizim bunlar içərisində, məsələn, gələk dəstəkləyici mühiti deyək. Aynur müəllimə dəstəkləyici mühit adını çəkdi. Dəstəkləyici mühit bunlar içərisində ən gözəldir. Yəni mənim üçün bunlar içərisində xoşuma gələn dəstəkləyici mühit. Niyə? Burada var sağlam mənəvi psixoloji mühit, bir də yaradıcı, təhlükəsiz təlim şəraiti.
Bu nə deməkdir? Bax, misal üçün deyim, Leyla müəllimə məsələn ciddi bir üz ifadəsindən sinifə girir, uşaqlar hamısı ondan çəkinir. Leyla müəllimə deyir ki, uşaqlar oxumayan deyir ki, səndən o adam olmayacaq, uşaqları danlayır. Uşaqlar da qorxur ki, müəllimə sualı var, amma qorxur deməyə, çünki Leyla müəllimdən çəkinirlər. Bu zaman Leyla müəllim sinifdə sağlam psixoloji mühit yaratmır. Çünki hamı Leyla müəllimdən çəkinir, qorxur ki, nəsə deyərəm Leyla müəllim məni danlayar. Amma ki, biz sağlam mənəvi psixoloji mühit necə yarada bilərik? Hər şagirdə öz fikirlərini sərbəst ifadə etmək üçün şərait yaratmalıyıq. Bu sağlam psixoloji mühitdir. Və yaxud əgər müəllim şagirdi döyürsə, danlayırsa, burada sağlam psixoloji mühitdən söz gedə bilməz. Və yaxud da təhlükəsiz şərait deyir. Bu nə deməkdir? Bax, kimya müəllimi, bax, lap olsun idman müəllimi. İdman müəllimi uşaqları aparır dərsdən. Uşaqlar top oynayırlar. Top oynayan zamanda onların təhlükəsizliyi bir ki, təmin eləmir. Uşaqlardan biri yıxılır, qolu qırılır və yaxud da sınır, nəsə. Qol sınır. Bu zaman müəllim hansı prinsip pozur? Müəllim dəstəkləyici mühit prinsipini pozmuş olur. Çünki burada müəllim şagirdin təhlükəsizliyi təminat altına almır, təhlükəsizliyini təmin eləmir. Və yaxud da kimya müəllimi laboratoriyada aparır uşaqları, təcrübə keçirmək istəyir. Maddə tökülür, uşağın birinin əlini yandırır. Bu zaman hansı prinsip pozulur? Dəstəkləyici mühit. Niyə? Çünki şagirdin təhlükəsizliyi təminat altına alınmır. Təhlükəsizliyin təminat altına almalıyıq. Bu da dəstəkləyici mühitə aiddir. Və yaxud da şagird sınıq uçuq bir sinifdə dərs keçir. Şagirdin sağlamlığı təhlükə altındadır mı müəllimlər? Bəli, ona görə deyirik ki, dəstəkləyici mühit pozuluqdur. Və yaxud da bir sinifdə müəllim gəlib oturur ki, görür ki, daha doğrusu, bir partada, bir stul arxasında 3 dənə uşaq oturub. 3 uşaq oturub. Halbuki 2 oturmalıdırlar da, 3 uşaq oturub. Burada infrastruktur, yəni daha sonra maddi texniki baza çatışmazlığı var. Burada dəstəkləyici mühit pozuluqdur. Deməli, dəstəkləyici mühitdə nədir? İnfrastruktur və yaxud da maddi texniki baza çatışmazlığı, təhlükəsiz şərait yaratmalıyıq şagirdlər üçün. Bir də sağlam psixoloji mühit yaratmalıyıq şagirdlər üçün. Bu da oldu bizim dəstəkləyici mühitimiz. Aydın oldu hər birinizə müəllimlər? Aydın olmasa narahat olmayın. Deyin, yenə izahını verəcəm. Bu belə, pedaqoji prosesin tamlığı getdi, bərabər imkanlar getdi, sonra dəstəkləyici mühit getdi. Gəlirik nəyə? İnkişaf yönümlüyə. İnkişaf yönümlüyün, bax, tərifini oxuyacağım, indi sonra onu açıqlayacağım. Tərifində deyir ki, şagirdlərin təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında onların inkişaf perspektivliyini etibar edən kompleks tədbirlərin görülməsi, həyata keçirilməsi. Bax, burada belə bir cümlə var, təhsil nailiyyətlərinin təhlilindən alınan nəticə. Bu nə deməkdir? Baxın, müəllim qiymətləndirmə aparır, summativ olsun, formativ olsun. Onu da deyim ki, formativ və summativ qiymətləndirmə inkişaf yönlüyə aiddir. Qiymətləndirmə aparır. Görür ki, şagirdlərin bir qisminin hansısa bir eyni bölmədən çətinliyi var. Müəllim əgər növbəti dərs üçün o çətinliyi aradan qaldırmaq üçün tədbir görürsə, burada inkişaf yönümlülüyü prinsipinə riayət etmiş olur. Yox, əgər heç bir tədbir görmədən yenidən öz dərsini keçməyə davam edirsə, yeni mövzunu verirsə, burada müəllim heç bir inkişaf təmin eləmiş olmur. Ona görə deyirik ki, müəllim şagirdin nailiyyətini təhlil eləyir, qiymətləndirmə aparır. Formativ də ola bilər. Məsələn, dərs gedişatında formativ qiymətləndirmə aparır. Görür ki, şagirdin hər hansı bir mövzu üzərində, sahə üzərində problemi var və həmin problemi aradan qaldırmaq üçün müəllim başlayır inkişaf tədbirləri görməyə. Adından göründüyü kimi. Bu da hansına aiddir? İnkişaf yönümlüyə aiddir. Bu da bizim olduğu inkişaf yönümlülük prinsipimiz. Bir də var fəaliyyətin stimullaşdırılması. Bu biraz bundan yaxındır, amma fərqi nədir? Fəaliyyətin stimullaşdırılması adından göründüyü kimi şagirdlərə stimul vermək, yol göstərmək, stimullaşdırıcı rəylər vermək, şagirdləri həvəsə gətirmək, istiqamət vermək və rəylərimiz də gələcəyə yönəlik olmalıdır. Bu nə deməkdir? Bax, fəaliyyətin stimullaşdırılması əsasən gələcəyə yönəlik olur və yerindəcə verilir, anında verilir. Misal üçün deyim, şagirdlərdən biri çıxıb dərs danışır. Dərs danışanda tez-tez danışır. Ya yerində belə hərəkət eləyir. Müəllim şagirdi saxlayır ki, taxil deyir ki, Əli, sən dayan, çox tələsik danışırsan. Danışanda yavaş-yavaş danış. Və yaxud da, Əli, yerində çox hərəkət eləmə, yerində sabit dayan.
Bu zaman müəllim yerindəcə müdaxilə eləmiş olursa, olur fəaliyyətin stimullaşdırılması. Və yaxud da fəaliyyətin stimullaşdırılmasına nə deyə bilərik? Hal-hazırda məsələn düstur yazılır. Düstur yazılır, bir saniyə. Məsələn, şagird riyaziyyat dərsində hər hansı bir düsturu yazır və düsturda səhvə yol verir. Anındaca müəllim müdaxilə edir və yaxud da müəllim şagirdin səhvini deyir ki, məsələn, sənin səhvin filan bölmələrdəndir, get o mövzuları bölmələrə aç, oxu, istiqamət verir müəllim. İstiqamət verir. Növbəti dərslərdə həmin səhvləri etməyəcəksən. Bu da oldu bizim nə? Fəaliyyətin stimullaşdırılmasında. Bax, səmərəliliyin artırılmasıdır, istiqamətin verilməsidir. Bunlar gələcəyə yönəlik rəylərdir. Bunlar fəaliyyətin stimullaşdırılmasına aiddir. Bu da oldu bizim stimullaşdırma prinsipimiz. Sonra qaldı nə? İnklüzivlik. İnklüzivlik odur ki, fiziki, psixi, intellektual xüsusiyyətlərin, sağlamlıq imkanları məhdud olan şagirdlərin nəzərə alınması, tədrisə cəlb olunması. Bu nə deməkdir? Biz məktəbdə şagirdlər var ki, onların məsələn ayağı fiziki deyəndə fiziki məsələn ayağı yoxdur, qolu yoxdur. Bu kimi problemlər qarşılaşırıq da olur şagirdlərimizdə. Əgər misal üçün idman müəllimləri dərsi mövzusu şagirdləri məsələn qaçırdır, deyir görək neçə saniyədə nə qədər qaçırır şagirdlər, yarış həyata keçirir, amma şagirdin birinin ayağı yoxdur. Bu şagird necə qaçacaq? Bu necə yaxşı müəllim necə qiymətləndirəcək? Bunda müəllim başqa bir üsulla qiymətləndirmə yolu seçməlidir. Misal üçün dərsin məzmun hissəsini soruşa bilər. Sən məzmun hissəsini danış, səni belə qiymətləndiririm. Yəni onu da dərsdən kənarlaşdırmamalıdır, tədrisə cəlb eləməlidir. Bir də var psixi problemi də ola bilər. Həmin şəxsləri də dərsə tədrisə cəlb etmək lazımdır. Sənin psixi problemin var, uzaqlaşdırmaq olmaz. Bir də intellektual sözü var. Məsələn, elə şagirdlər var ki, onların məsələn qavraması zəifdir. Məsələn, sinifdə aktiv şagirdlər olur, passiv şagirdlər olur da. Test sualları ən çox aktiv və passiv şagirdlər üzrə düşür. Əgər müəllim ən çox aktiv şagirdlərlə məşğul olub, passivləri bir kənara qoyursa, bu zaman inklüzivlik pozulur. Niyə? Çünki müəllim həm passivləri də dərsə cəlb etməlidir. Onlarla da məşğul olub aktivləri çatdırmalıdır. Bu da inklüzivliyə aiddir. Sonra başqa fizikin dedi, psixi dedi, intellektualı dedik. Bir də var məktəb-valideyn əlaqəsi. Məktəb-valideyn əlaqəsi bildiyimiz kimi indiki müasir kurikulumlarda valideynlərin də təlim-tədris işlərinə cəlb etməliyik. Necə yəni? Baxın, şagirdlərlə bağlı hər hansı bir problem olduqda və yaxud da uğurlar əldə etdə nailiyyətlərini valideynlərə əlaqə saxlayıb bildirməliyik. Tez-tez valideyn iclasları keçirməliyik. Şagirdlərlə bağlı məlumatları valideynlərə çatdırmalıyıq. Sırf tək müəllim yox, müəllim bu şagirdlərlə işləməməlidir. Valideynlərlə bərabər işləməlidir. Ona görə bu üçlü arasında gedir. Məktəb, müəllim, valideyn, şagird arasında əlaqə tənzimlənir. Bir də var müəllimlər, şagird yorumluq, şəxsiyyət yorumluq. Bunu kurikulum prinsiplərində danışmışıq. İndi ümumi məlumat verəcəm. Şəxsiyyət yorumluq odur ki, şagirdləri bir şəxsiyyət kimi formalaşdırmaq. Adından göründüyü kimi. Onlarda idrak, ünsiyyət, psixomotor, bir də ki, milli bəşəri dəyərləri formalaşdırmaq. Misal üçün, elə şagirdlər olur ki, demişdim, sinifdə məsələn, əlaçıdır, yaxşı oxuyur, bütün suallara cavab verir, amma böyük kiçiyə hörmət qoymur, milli dəyərlərimizə hörmət qoymur. Bu zaman milli bəşəri dəyərlərdə də söhbət gedir. Bu zaman həmin şəxsdə, həmin şagirddə şəxsiyyət ümumi prinsipi formalaşmayıb, şəxsiyyət kimi formalaşmayıb və yaxud da, yenə dedim, müəllim əgər şagirdləri aparırsa hər hansı bir tədbirimizə, dövlət tədbirlərimizdə iştirak edirsə şagirdlər, bu zaman müəllim şagirdlərdə şəxsiyyət yönümlü prinsipini formalaşdırmış olur. Atributlarımızdır, dövlət rəmzlərimizdir, bayramlarımızdır, matəm günlərimizdir. Bunların hər birindən şagirdlər məlumatlı olmalıdır və hörmət qoymalıdır. Bu da şagirdin şəxsiyyət kimi formalaşdığını göstərən nümunələrdən biridir. Bir də var şagird yönümlülük. Kurikulumun əsas özəyi şagirddir. Yəni şagird mərkəzdə dursun. Şagirdin istəyini nəzərə al, şagirdin marağını nəzərə al. Bir növ şagirdin mərkəzdə 10 planda saxlamalıyıq. Bu da şagird yönümlülüyün canıdır. Başqa vəssalam, qutardı prinsiplərimiz. Prinsiplərlə bağlı nəsə qaranlıq qalmadı ki, müəllimlər. Aydın oldu prinsiplərimiz. Bəli. Aha, sonra başqa heç kim aydın olmadı. Aydındır müəllim.
Aha, lap yaxşı, lap yaxşı. Sonra, bu da oldu prinsiplərimiz, müəllimlər. Əsas bizə imtahanda düşəcək prinsiplərdir. Digər qaldı ki, səriştələrə və digərlərinə onlar haqqında ümumi məlumat verəcəm. Onları tayin və digər testlərdə qarşınıza çıxacaq. Onun üçün deyirəm, oxuyarsınız, məlumatınız olsun. Səriştələrimiz, təfəkkürlə bağlı səriştələrimiz var, sonra fəaliyyətlə bağlı və dəyərlərlə bağlı. Təfəkkür bizim düşüncəmizlə, beynimizlə bağlı olan səriştədir. Təfəkkür səriştəsinə nələrə aiddir? Yaradıcılıq, yəni yaradıcılıq bizim beynimizlə aiddir də, düşüncəmizlə. Tənqidi düşünmədir, problem həll etmədir, yerindəcə qərar qəbul etmədir, müstəqil öyrənmə, bunlar həbisi təfəkkürlə bağlı səriştəyə aiddir. Fəaliyyətlə bağlı da ünsiyyət qurmaqdır, əməkdaşlıq fəaliyyətidir, rəqəmsal savadlıqdır, informasiya savadlığıdır. Rəqəmsal savadlığı müəllimlər İKT bacarıqlardır, kompüter bacarıqlardır. İnformasiya savadlığı isə bizim gündəlik xəbərlər, aldığımız xəbərlərdəki